Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin mərkəzi ofisində yazıcı şair Vahid Aslanın Çətinləri adlı kitabının təqdimat mərasimi keçirilib. Nəşrin əsas məqsədi Gədəbəyin etnoqrafik təbiətinin, səfalı yaylaqlarının və yurt yerlərinin tanıdılmasına töhfə verməkdir. Real hadisələr əsasında qələmə alınan roman ömrünün 50-ci baharında uşaqlıq illərinə qayıtmaq istəyən bir kişinin həyat hekayəsidir. Xatırladaq ki, Vahid Aslan Gədəbəy rayonunun şəhidləri və Gədəbəydə doğulan şairlər kitablarının da müəllifidir. 16 kitab, 4 monoqrafiya, 2 metodik vəsait və 400-dən çox məqalənin müəllifi olan Vahid Aslanın əsərləri dünyanın 20-dən artıq ölkəsində nəşr olunub. Bu kitabda bir roman, 24 hekayə toplanıb. Kitab sadəcə 16-cı kitabdır. Romanın əsas mövzusu Gədəbəy rayonunun etnoqrafik təbiətinin təsviri, yer-yurd adları, unudulmuş yaylaq yerlərinin adları bu istiqamətdədir. İnformativlik var burada. Əsasən çalışmışam ki, bu romanı oxuyanlar deyək ki, hansı ölkədə olur olsun, Gədəbəyə getmiş olsun, o yaylaqları sanki görmüş olsun. Biz Türk Ağsaqqalları İctimai Birliyi olaraq belə tədbirləri daimi keçiririk. Vahid Aslan bizim üzvümüzdür. Bu günləri ən xoş günlərimizdən biri odur ki, belə bir dəyərli insanın kitab təqdimatını keçiririk. Tək Vahid Aslanın yox, haradasa bu 5 il ərzində demək olar ki, biz bir 11 kitab təqdimatı keçirmişik. Ən tanınmışların, ən dəyərli insanların kitab təqdimatlarını keçiririk.